Salam olsun sənə, ey Allahın ən böyük ayı, ey haqq aşiqlərinin bayramı. Salam olsun sənə, ey bizim vaxtlar içərisində ən əziz həmsöhbətimiz, günlərin və saatların içində ən yaxşı ay. Salam olsun sənə, o ay ki, olduğu müddətdə arzular yaxınlaşır, yaxşı əməllər çoxalır. Salam olsun sənə, ey o həmsöhbət ki, olması qədir qiymətli və olmaması çox dərdlidir. Ey ümid qaynağı ki, ayrılığı əziyyətlidir. Salam olsun sənə, ey munis ki, gəlişin bizimlə ünsiyyətdə olduğun üçün bizi sevindirir, gedişin isə kədərləndirir. Salam olsun sənə, ey o qonşu ki, ürəklər onun qonşuluğunda yumşalır və günahlar azalır. Salam olsun sənə, ey şeytanla mübarizədə bizə yardım edən, ehsan və yaxşılıq yollarını asanlaşdıran. Salam olsun sənə ki, bu ayda nə qədər bəndə Allah tərəfindən azad olunur. Sənin vasitənlə sənin hörmətini saxlayan nə qədər xoşbəxtdir. Salam olsun sənə ki, nə qədər günahlarımı yudun və eyblərimizi örtdün. Salam olsun sənə ki, nə qədər günahlarımızı yudun və eyblərimizi örtdün. Salam olsun sənə ki, bu ayda nə qədər bəndə Allah tərəfindən azad olunur. Sənin vasitənlə sənin hörmətini saxlayan nə qədər xoşbəxtdir. Salam olsun sənə ki, nə qədər günahlarımızı yudun və eyblərimizi örtdün. Salam olsun sənə ki, günahkarlar üçün nə qədər uzun bir müddət idi və möminlərin qəlbində nə qədər heybətin vardır. Salam olsun sənə, ey ay ki, heç bir gün qarşında öyünə bilməz. Salam olsun sənə, ey əmin-amanlıq rəmzi olan ay. Salam olsun sənə, ey həmdərliyi və yoldaşlığı pis olmayan ay. Salam olsun sənə, bərəkətləri ilə bizi qarşılayan, günah aludəliklərimizi yuyan ay. Salam olsun sənə, səninlə ona görə vidalaşmırıq ki, oruç tutmaqdan yorulmuşuq. Salam olsun sənə ki, nə qədər pisliklər sənin vasitənlə bizdən ötüb keçdi və nə qədər yaxşılıqlar sənin vasitənlə nəsibimiz oldu. Salam olsun sənə və 1000 aydan üstün olan Qədir gecəsinə. Salam olsun sənə ki, dünən nə qədər səni hərisliklə gözləyirdik və sabah nə qədər çox səni arzulayacağıq. Salam olsun sənə və məhrum qaldığımız fəzilətlərinə və əlimizdən çıxan bərəkətlərinə. İlahi, bizi onunla şərafətləndirdiyin bu ayın əhliyik. Bədbəxtlər vaxtını tanımadığı və bədbəxtlikləri üzündən onun fəzilətindən məhrum qaldıqları bir zamanda bizə bu ayda ibadət etmək tövfiqi bəxş etdin. Sənsən ixtiyar sahibi ki, bizi o ayın mərifəti sayəsində ucatdın və o ayın sünnələrinə yönəltdin. Səhlənkarlığımıza baxmayaraq, sənin tövfiqinlə oruç tutub ibadət etdik, namaz qıldıq və çox əməlin az bir hissəsini yerinə yetirdik. İlahi, pis işlərimizi və səhlənkarlığımızı sənə etiraf etməklə yanaşı, sənə həmd olsun. Belə ki, qəlbimizdə peşmançılıq hissi və dilimizdə sadiqanə üzrümüz vardır. Haqqını əda etməkdə olan üzrümüzü qəbul et və gələn Ramazan ayına kimi ömrümüzü uzat. Bizi ona çatdırdıqdan sonra sənə layiq ibadəti yerinə yetirməkdə bizə kömək ol. O aya yarayan ibadəti yerinə yetirmək üçün bizi müvəffəq et. İlahi, bu ayda qəsdən və ya unudaraq etdiyimiz kiçik və böyük günahları, aludə olduğumuz günahları, düçar olduğumuz səhvləri və bu səbəbdən özümüzə etdiyimiz zülmü və başqalarına etdiyimiz hörmətsizliyi əffin sayəsində bağışla və öz pərdənlə onları ört. İlahi, Muhammed və onun əhl-i beytinə salavat göndər. Ramazan ayımıza xatir, ayrılıq kədərimizi sevincə çevir və bayram və fitr gününü bizə mübarək et. Onu bizim üçün ən yaxşı günlərin qərar ver ki,
daha çox əfvinə və daha çox günahların aradan getməsinə bais olsun. Bizim gizli və aşkar günahlarımızı əfv et. İlahi, bu ayın sona yetməsini, xətalarımızın sona yetməsi qərar ver. Bu ayın qurtarması ilə bizi də günahlardan qurtar. Bu aya xatir bizi bu ayda xoşbəxt, ən çox qisməti olan və ən çox fayda götürənlərdən et. İlahi, bu aya layiqincə riayət edən, hörmətini layiqincə saxlayan, hüdudlarını gözəl şəkildə qoruyan, günahlardan ləyaqətlə pəhriz edən, rəhmətinə və razılığına səbəb olan, yaxşı əməllə sənə yaxınlaşanlara bəxş etdiklərindən daha çoxunu qüdrətin sayəsində bizə bəxş et. Çünki fəzlin azalmaq bilməz və xəzinən azalmaz, əksinə çoxalar. Ehsan mədənlərin tükənməz və həqiqətən sənin bəxşişin könül sevən bəxşişdir. İlahi, möminlər üçün şənlik və bayram, müsəlmanlar üçün yığıncaq və qarşılıqlı yardım günü olan bu Fitr günündə yerinə yetirdiyimiz hər bir pis əməldən, ürəyimizdə və fikrimizdə olan şəkdən və etdiyimiz bütün günahlardan tövbə edirik. Bir daha günaha qayıtmağı düşünməyən və tövbə etdikdən sonra yenidən xətaya dönməyən bir şəxsin tövbəsi kimi şək-şübədən pak olan xalis bir tövbə edirik. İlahi, tövbəmizi qəbul et. Bizdən razı qal. Bizi tövbəmizdə sadiq et. Ey ədalətlərin ən ədalətlisi, atalarımızın, analarımızın, dindarlarımızın, istər ölü, istərsə də diri, qiyamətə də onlara qovuşanların hamısının günahlarından keç. İlahi, mələklərə göndərdiyin salavat kimi, Peyğəmbərimiz Muhammədə və onun əhl-i beytinə salavat göndər. Hətta onlardan daha üstün salavat. Ey aləmlərin Rəbbi, elə bir salavat ki, bərəkəti bizə çatsın, mənfəəti bizə nəsib olsun və onunla dualarımız qəbula yetsin. Çünki sən rəğbət bəslənilən ən kəramətli varlıqsan, təvəkkül olunanların ən gözəl pənahgahısan, dilənənlərə ən çox bəxşiş verənsən, sən hər şeyə qadirsən.